Oğlu ilə dostum, amma özü ilə danışmıram. Qorxan müəllimlə İzzət Bağırovun fotoları da burada. Mən onu çoxdan eşitmişdim ki, Qorxmaz Əlili İzzət Bağırovla danışmır. Amma mən bilirəm ki, o İzzətə çox dəstək olub. O vaxtlar 90 neçənci illər idi. Qorxmaz Əlinin bir şou, Qorxmaz idi də belə səhv etmirəmsə bir böyük bir şou proqramlar edirdi Şəhriyar adına Mədəniyyət Sarayında. İzzət də orada oxuyardı. İnsanlar da gedərdi, tamaşa edərdi. Qorxmaz Əlili ilə danışmıram, amma oğlu Məmməd Məmməd Əlili ilə dostlar məclis olanda da gedirəm Qorxmazı görməsəm. Görsəm gedib salonda vermişəm. Amma elə bilirəm Qorxmaz müəllim belədir, amma İzzət deyir hə oğluna. Təbii ki, mən də istinad edirəm Axşam.za bu sözləri müğənni İzzət Bağırov Rəngəray verilişində deyib, sənətçi bildirib ki, əməkdar artist Qorxmaz Əlili ilə illərdir danışmır, məclislərdə bir-birimizi görmüşük, amma heç vaxt görüşməmişik. Sadəcə uzaqdan bir-birimizə baxmışıq. İzzət Bağırov deyib, amma Qorxmaz Əlili. İzzət Bağırovun, yenə də deyirəm, o şou proqramların gözü idi. İzzət Bağırov cavan idi, gənc idi, qızlar onu sevirdi. Biletləri gənc qızlar məhz İzzət Bağırova görə alırdı. İzzət Bağırovun da vaxtları olub. Fanatları bilirsiniz nə qədər idi? Gəminlə bir, nə bilim, təyyarə ilə bir, helikopterlərlə bir. O qədər qız fanatları var idi.